Selamünaleyküm dostlar, hər vaxtınız xeyirli, uğurlu və bərəkətli olsun. Bizim əzizimiz, baş tacımız olan qeyrətli qardaşımız Şeyx Sərdarla bağlı olacaq mənim çıxışım. Xahiş edirəm bütün əzizlərimdən, dostlarımdan ki, bu videonu paylaşsınlar və ictimailəşdirsinlər ki, Mirsəli Seyidova bu şərəfsizin sifarişi ilə Şeyx Sərdar Karsa salınıb. Əziz və dəyərli dostlarım, dəyərli qardaşlarım, 19 oktyabr 2021-ci ildə bilirsiniz ki, İrana göyə casusluq ittihamı ilə Şeyx Sərdar Həsənini 17 il azadlıqdan məhrum edildilər. Demək olar bir müddət Milli Təhlükəsizlik Nazirliyi TTX-nin podvalında saxlanıldı. Bir müddətdən sonra onu göndərdilər normal cəza çəkmə müəssisəsinə. Şeyx Sərdar Həsənini göndəriblər bir saylı cəza çəkmə müəssisəsinə və cəza çəkmə müəssisəsində göyə hansısa qaydaları pozduğuna görə Şeyx Sərdar Həsənini Karsa bağlayıblar. Mən buradan şərəfsiz Mirsəli Seyidova səslənirəm. Mirsəli, bu sənsən. Şərəfə tüpürüm, qeyrətə tüpürüm, olmayan şərəfə tüpürüm. Bax, Mirsəli, sənin işçilərin deyir ki, Şeyx Sərdar Həsənini Karsa saldıran Mirsəlihdir. Bax, mən sənə buradan deyirəm, Mirsəli, sən olmayan kişiliyə tüpürüm, sənə olmayan qeyrətə tüpürüm. Demək olar, azadlıqda da insanlara imkan vermirsiniz, həbsdə də imkan vermirsiniz. Hatta həbsdə olan əzizlərimizi, dəyərli qardaşlarımızı, dostlarımızı bir gün Karsa salıb onlara işgəncə verirsiniz. İşgəncəni də verən, bax, bu həmən gördüyümüz bu şəkildə Mirsəli Seyidovdur, polkovnik, şərəfsiz. Bax, Mirsəli, mən bunu deyirəm ki, qoy sənin ailən baxsın, qoy sənin ailə üzvləri bu video baxsın, sənin üzvə tüpürsünlər ki, sən hansı yolun yolçususan, bir günləri Azərbaycan xalqının qeyrətli oğullarını Karsa salıb, işgəncə verib, həzz alırsan sən. Bəli, bir vaxt gələcək, bir zaman gələcək, Mirsəli Seyidov, sənin kimi şərəfsizləri Karsa salınıb, uç işgəncələr vermişsən ki, bugünkü gündə bu qardaşlarımızın, əzizlərimizin, dostlarımızın o kamerələrdə, kasslarda o qan ləkələri var ha. Bir gün o qan ləkələrini səni dili ilə xalqyalatdıracaq. Buna əmin olasan. Buna əmin olasan ki, mən həmişə də deyirəm, bax, bir gün də deyirəm, bunların arvadlarının at paltalına qədər həbsdə olan, istər inancı olsun, istər müxalifətçi olsun, istər qeyri bir vətəndaş olsun. Bax, bu kişilərin pulları ilə bir gün ailənizə lüks həyatı yaşayırsınız. Bir gün bahalı maşınlarda gezdirirsiniz, bahalı villalarda yaşayırsınız. Tüpürümsüzmü olmayan qeyrət bizə. Mən buradan dostlarımdan, qardaşlarımızdan xahiş edirəm və təvəqqəm var. Bu videonu paylaşın ki, görsün Mirsəli Seyidov şərəfsizə, qeyrəti olmayan, kişiliyi olmayan, mənliyi olmayan Mirsəlihə bu video ulaşsın. Tüpürün Mirsəli sənin şərəfə, bax, sənin üzvə.